Herkese salam değerli tələbələr. Biz bugün 16 noyabr 2025 tarixli OTK tərəfdən keçirilmiş 11-ci sinif imtahanının ingilis dili suallarına baxacağıq bərabər. Burada birinci sualdan başlayanda gənclər görürük ki, burada avtomatik bizdə sifətin dərəcələri ilə bağlı olan bir dənə sual verilib. Sifətin dərəcələri ilə bağlı olan sualı işləyəcəyik bərabər. Birinci. Gördüğümüz kimi birinci boşluqdan sonra bizdə solution ifadəsi verilib gənclər. Solution həll yolu deməkdir, həll deməkdir. Bu sayılan bir isimdir gənclər. Sayılan isim olduğuna görə mütləq qarşısında article istifadə eləməliyik biz bunun. İkinci şərfə baxanda burada da biz roads ifadəsini görürük. Yollar deməkdir bu da gənclər. Sayılan cəmsimdir. Birinci biz nağda B variantını atırıq. B variantı gedir. Çünki elot heç vaxt özündən sonra isim gətirə bilməz gənclər. Ona görə yəni özü də cümlədə feildən sonra gəlir. Yəni funksiyası bundan ibarətdir. Ona görə B variantını atırıq. D variantı bizim doğru cavabımız ola bilməz. Çünki burada bizdə artıq Z artiklı istifadə olunmuyor. Biz sifətin üstünlük dərəcəsinə mütləq Z artiklı qoymalıyıq. Daha sonra da tərcümə üsulu ilə yanaşmalıyıq uşaqlar. Çünki digərlərində qrammatik bir səhv görülmür. Tıxacların azaldılmağı üçün ən yaxşı həll yolu, ən effektiv həll yolu daha çox yollar salmaqdır, belə desək, daha çox yollar tikməkdir, daha çox yollar salmaqdır. Yolların sayı çoxaldıqca deməli maşınlar da müəyyən yollara bölünəcək və bu da tıxacın qarşısını alacaq. Yəni bunu demək istəyir. Ona görə bizdə burada A variantı və Y variantı gedir. Çünki few biz bildiyimiz kimi tərcümə olaraq bizə az verir. Biz buna əlavə elədikdə few olduqda artıq daha az kimi biz tərcümə edirik bunu. Ona görə avtomatik burada Y variantının A variantını atırıq. Geri qalır bizdə C variantı. İkinci suala keçid alsaq, dəyərli tələbələr. İkinci sualda yenə qrammatika ilə bağlı bir sualdır. İkinci sualda baxsaq, görürük ki, burada one of ifadəsi istifadə olunub. Burada hər hansısa bir mübtəda xəbər uzlaşmasında biz söz öndən əvvəl gələn anlayışa baxırıq. Söz öndən əvvəl burada bir ifadəsi istifadə olunub. Bir tək olduğuna görə biz də xəbəri mütləq təkdə qoymalıyıq. Təkdə qoymalı olduğumuz üçün birinci C variantı, Y variantı və D variantını atırıq gənclər. Çünki burada problemlər var. Burada xəbərlər cəmdədir. Geri qalır əlimizdə A variantı və B variantı. İkinci tərəfə gəlsə isə buradakı mübtədamızın cəm olduğunu görürük. Çünki cars burada cəmdədir. Kökünə isə əlavə olunub. Cəmdə olduğuna görə biz də xəbəri cəmdə qoymalıyıq gənclər. A variantı gedir. Geri qalır B variantı. Keçid alırıq 58-ci sualımıza. 58-ci sualda bizim söz ehtiyatımızla bağlı olan bir sual bizi qarşılayır. Burada birinci olaraq bizdə invisible sözü istifadə olunub. Invisible gözə görünməz deməkdir uşaqlar. Yəni not apparent, belə desək. Not apparent. İkincidə accurate sözünü görürük gənclər. Bu dəqiq doğru deməkdir. Ona görə bizdə correct ifadəsinə uyğun gəlir. Invisible görünməz olduğuna görə o da cannot be seen ifadəsinə uyğun gəlirdi gənclər. Ona görə birdə olur bizdə C variantı, ikidə olur A variantı. Crucial da vacib deməkdir gənclər. Sinonim olaraq important verə bilərik, main verə bilərik, significant verə bilərik, essential verə bilərik. Bu tipli ifadələrdən istifadə edə bilərik. İndi burada crucial olaraq əlbəttə ki, extremely important ifadəsini verəcəyik. CAB olacaq bizdə doğru cavab sıralaması. O da bizdə uyğun gəlir D variantına. Deməli, bizim üçün 58-ci sualda doğru cavab olacaq D variantı. Keçid alırıq digər sualımıza, 59-cu sualımıza. 59-cu sualda bizim qarşımıza əvəzlik mövzusu ilə bağlı olan sual tipi çıxır. Birinci boşluqdan sonra biz isim görürük burada. Yəni özündən sonra isim gəlib. Deməli biz özündən sonra isim gətirən yəli hal istifadə eləməliyik. Avtomatik horse olan variantları atırıq gənclər. Çünki burada isimsiz formalar istifadə olunub. İkinci tərəfdə isə əksinə uşaqlar biz boşluqdan sonra Mary couldn't find, yəni tapa bilmədi. Boşluqdan sonra heç bir anlayış görmürük. Deməli biz isimsiz formaları istifadə eləməliyik. Ona görə B və Y variantlarını atırıq. Doğru cavab olaraq bizdə formalaşır D variantı. Keçid alırıq digər sualımıza, 60-cı suala. Bu da qrammatika ilə bağlı olan bir sualdır gənclər. Bildiyiniz kimi many
few, a few və several anlayışları gənclər özlərindən sonra həmişə cəm isim istəyirlər. Hər zaman cəm isim istəyirlər. Cəm isim istədiklərinə görə bir dənə problem zaten bizdə birdə var. Çünki burada dəmir hasarlardan söhbət gedəndə gərək hasarlar cəmdə olardı. Bir dənə də problem 3-də var. A lot of toothpaste tube yox, tubes olmalı idi. Burada aldığımız normal mağazadan aldığımız Colgate falan var gənclər. Tube onun qabından söhbət gedir. Borusundan yəni söhbət gedir. Boru versiyasında var gənclər, onu nəzərdə tutur. Diş pastasından söhbət gedir. Deməli doğru cavab olaraq bizdə olur 2 və 4. Sam qaydasına da biraz değinmək istəyirəm gənclər sizlə. Sam özündən sonra ya ümumiyyətlə sayılmayan isim gətirə bilər gənclər. For example, some rice, some ice, or for example, some snow, some garbage for example. Ya da ümumiyyətlə sayılan cəm isim gətirə bilir özündən sonra. Ona görə də burada bizim doğru cavabımız olur D variantı. Doğru cavablarımızdan biri olur 2, digəri də olur 4. Keçid alırıq 61-ci sualımıza indi. -61-ci sualda yenidən bizim qarşımıza uşaqlar mübtəda xəbər özlaşması ilə bağlı, yəni agreement-lə bağlı sual gəlib çıxır. Bildiyiniz kimi uşaqlar biz söz önlü ifadələrdə həmişə söz önündən əvvələ baxırıq. Burada da bizim mübtədamız people olduğuna görə people of different beliefs and backgrounds, bu deməkdir ki, müxtəlif inamları və əslində background bilirsiniz nə deməkdir uşaqlar? Yəni experience sözü ilə eyni şeydir, yəni təcrübə olaraq. Normalda arxa plan deməkdir, uşaqlar düzü zəmin deməkdir. Amma burada yəqin ki, insanların inamları və təcrübələrindən söhbət gedir. İştirak edirlər bu festivalda, bunu demək istəyir bizə. People cəmdə olduğuna görə bizdə bir dənə doğru cavab olur take part, bir dənə doğru cavab olur have taken part, bir dənə doğru cavab olur will take part. Çünki biz bilirik ki, uşaqlar ingiliscində is, was, has və əgər bizim feilin kökündə s varsa, bu halda bizdə tək xəbərlər var. Amma əgər bizdə are, əgər bizdə were, əgər bizdə have və əgər bizdə feilin kökündə s və es yoxdursa gənclər, o halda biz bunları cəm xəbər olaraq adlandırırıq. Əgər hər hansısa bir xəbərimiz keçmiş zamandadırsa və yaxud da will-lə verilibsə, onun təki cəmi artıq eyni olur. Təkləşdirməyə və yaxud da cəmləşdirməyə ehtiyac qalmır. Keçid alırıq 62-ci sualımıza. Burada uşaqlar variantla işləsək əslində yalnızca D variantını ata bilərik. Çünki N və N-in türəmələri inkar cümlə qəlbində istifadə olunur. All həm canlını, həm cansız əvəz elədiyinə görə burada tam olaraq onu ata bilmirik. Çünki all everything kimi də istifadə oluna bilir ingilis dilində. Ona görə tərcümə variantına əl atırıq gənclər. İkinci cümlədə bizə yazıb ki, we were bored, yəni biz darıxdıq uşaqlar, sıxıldıq. Deməli, görüşdə maraqlı heç nə olmayıb da, hə gənclər? Maraqlı hər şey olsa niyə darıxaq? Maraqlı nəsə olsa yenə niyə darıxaq gənclər? Hər şey maraqlı olsa yenə niyə darıxaq? Onun üçün bizim doğru cavabımız olur C variantı. There was nothing interesting in the meeting, yəni görüşdə maraqlı heç nə yox idi, biz sıxıldıq. Keçid alırıq 63-cü sualımıza. 63-cü sualda gördüyünüz kimi uşaqlar bizdə şokoladlı pirog ifadəsi var burada. Pirog sayılan tək isimdir. Ona görə mütləq artikel olmalıdır gənclər. Zaten biz D variantını götürə bilmərik burada çünki 2 dənə müqayisə göstəricisi var gənclər. Bizim müqayisə üçün tək hecalı sifətlərin kökünə R atırıq. Çox hecalı sifətlərin qarşısında da mor qoyuruq gənclər. Və hər ikisi eyni anda ola bilməz. D variantını atdıq. C variantında Z artiklı yoxdur. Qaldı ki, zaten tək hecalı olduğuna görə S çəkilisindən düzəlsək daha doğru olardı gənclər. Bir də bildiyiniz kimi ingiliscində very, ingiliscində to, ingiliscində quite ifadələri, enough anlayışı və rather anlayışı həddindən artıq, çox həddindən artıq, tamamilə, kifayət qədər, olduqca bu tipli anlayışlar özündən sonra həmişə adi dərəcə gətirir. Adi dərəcə gətirdiyinə görə gənclər, biz ikinci şərtdə müqayisə dərəcəsi olan anlayışları atırıq. Doğru cavab olaraq bizdə formalaşır B variantı. Bir də bilirsiniz də gənclər, bəzi feillər var ki, onlar özündən sonra zərf gətirmir. Burada biz ona görə nice normal sifət kimi verdik də. Çünki look feili, sim feili,
be feili, become feili, get feili, feel feili. Bir də bəzi feillər var ki, onlar da iki mənalıdır uşaqlar. Dadmaq, dadına baxmaq, taste, səslənmək və ya da kimsə səsləmək, sound, qoxlamaq və ya da qoxusu gəlmək, smell. Bu tipli anlayışlarda bildiyiniz kimi iki tiplidir. Look'un özü də bura aiddir gənclər. Bir var kiməsə baxmaq, bir var ki görünmək. Burada görünmək mənasına gəldiyinə görə özündən sonra sifət istəyir. Gəldik 64-cü sualımıza. Burada birinci boşluqdan sonra düzdür təyin edicisi var, amma söhbət sayılan tək isimdən gedir, yəni countrydən. Sayılır və təkdir, ona görə biz bunun qabağına mütləq şəkildə a artiklı qoymalıyıq. İkinci şərtdə də zaten ay sözü var. 12 dənə ayımız olduğuna görə gənclər, deməli bu sayılır. Və biz sayılan ismin qarşısına mütləq şəkildə an artiklından birini qoyuruq. Month sözü də samitlə başladığına görə, çünki bizdə artiklının qoyulması zamanı bizə samit səsə ehtiyacımız var. An artiklının qoyulması zamanı sait səsə ehtiyacımız var gənclər. Yəni ilk səsimiz samit olarsa artiklı qoyuruq, sait olarsa an artiklı qoyuruq. Və burada da samitlə başladığına görə biz bura bir dənə artiklı qoyacağıq. Yəni hər iki tərəfdə artiklı olanda zaten bir dənə variant var. Bu da formalaşır bizdə C variantı olaraq. Keçid alırıq 65-ci sualımıza. Bu da maraqlı suallardan biridir. Əvəzlik mövzusuna aiddir. Burada my colleague took these photos. Burada bu iş yoldaşı sözüdür uşaqlar. Yəni coworker anlayışından söhbət gedir. Ya da workmate də deyə bilərdik gənclər. Əlbəttə ki, iş yoldaşlarımız iki cinsi ola bilər. Hə gənclər, bir he ola bilər, bir də she ola bilər. Ona görə uyğunlaşdırırıq he ilə himself-i. Ona görə uyğunlaşdırırıq she ilə herself-i. Və bizim doğru cavabımız olur 1 və 4. Demək istəyir ki, mənim iş yoldaşım şəkilləri özü çəkdi qadın cinsində və özü çəkdi kişi cinsində. Ona görə də doğru cavabımız formalaşır D variantı olaraq. Qayıdış əvəzlikləri ilə bağlı olan mövzudur. Refleksiv pronouns olaraq adlanır gənclər. Keçid alırıq 66-cı sualımıza. Bu positive case, yəni yəlik halına bağlı olan dərsimizə aiddir gənclər. Burada gördüyünüz kimi zaten ikinci ifadə, uşaqlar, ikinci tərəfdə ifadədə get tired ifadəsi var. Yəni bu burada bildiyiniz kimi faildir də uşaqlar. Mary has got tired olaraq biz bunu tərcümə edirik, yəni yorulub demək istəyirik. Burada da 3 gündən söhbət getdiyinə görə uşaqlar birdən artıqdır axı. Deməli özündən sonra gələn isim cəmlənməli idi. Biz də D sözünü cəmləmək istəyiriksə, onun kökünə mütləq şəkildə S atmalıyıq. Ona görə bizdə birinci variant səhvdir. Bildiyiniz kimi few, a few, several və numerals anlayışları hər zaman özlərindən sonra cəm isim gətirirlər. Burada bizdə ay sözü təkdədir. Yenə cəmdə olmalı idi gənclər. 2-də problem var. Burada Nick'in itlərindən söhbət gedir. Bir insanın bir iti də ola bilər, bir neçə iti də ola bilər. Ona görə 3-cü doğrudur. Bir də bildiyiniz kimi biz ki danışanda uşaqlar qeyd edirik sizlə bu iki insanın eyni və yaxud da fərqli. Əgər iki insanın eynidirsə, o halda ən axırıncı insana apostrofes qoymamız kifayətdir. Burada da Jessica və Chris'in toyundan söhbət gedir. Deməli ki, bunlar wife və husbanddılar. İkisinin bir dənə toyu var. Bu arada bəzən biz deyirdik ki, məsələn, belə bir anlayış ingilisində ola bilməz də, düzdür gənclər. Burada adamın adı S-lə bitir gənclər. Ona görə belə bir şey var və apostrofes burada doğrudur. Mən Jessica və Chris'in toyuna gedəcəm demək istəyir burada. 3 və 4 olur bizim doğru cavablarımız. Keçid alırıq 67-ci suala. Make-up sentence ilə bağlı olan sual idi. Çox asan idi gənclər. Ümumiyyətlə ingilis dilində əsas aktiv istifadə olunan 3 cümlə düsturu var gənclər. Ən sadə cümlə düsturunda biz subject verb olaraq bunu adlandırırıq. Yəni ki, birinci mübtəda, sonra xəbər. Daha sonra bizim feillərimiz uşaqlar bölünür 2 yarım qrupa. Transitive verb olaraq, transitive verb təsirli feil deməkdir gənclər. Yəni hər zaman özündən sonra tamamlıq gətirir. Bir də var intransitive verb gənclər. Intransitive verb təsirsiz feildir və özündən sonra çox vaxt adverb gətirir gənclər. Time adverbials ola bilər, how adverbials ola bilər. Sonra cause, reason or past purpose adverbials ola bilər.
Biz why sualı veririk buna. Yəni bu tipli zərflər gətirirlər özlərindən sonra. Deməli bizim hər zaman bütün cümlələrdə uşaqlar ilk ehtiyacımız olan anlayış mütləq şəkildə mübtəda olur. Bizim üçün burada mübtəda 2 dənə anlayış ola bilər uşaqlar. Ya success olacaq, ya failure olacaq. Success uğurdur, fail əksinə uşaqlar uğursuzluq deməkdir. Ona görə zaten biz birinci A variantı, çünki bizə 1-lə ya da 2 ilə başlayan cümlələr lazımdır, düzdür gənclər? Və Y variantı olan variantları atırıq. Bir də daha çox 2 ilə başladığına görə biz də uğursuzluq sözü ilə başlayaq görək necə ola bilər uşaqlar. İkinci də mütləq fail gəlməli idi, düzdür uşaqlar? Fail gəlməli idi. Deməli 2 olacaq, yəni uğursuzluq, sonra is olacaq. Və uşaqlar burada biz bir article görürük. Success də sayılmadığına görə mən məntiq olaraq article ancaq cığır sözünə aid ola bilər. Deməli mən 2, 4-dən sonra 6 və 3-ü gətirməliyəm gənclər. Və artıq uğura aparan yol kimi gedirik. Bu da deməli 5 və 1 olaraq formalaşır. Və bizə deyir ki, uşaqlar əslində uğursuzluq uğura aparan bir yoldur. Yəni ki, bu demək ki, gənclər uğursuzluğa məruz qalanda demotivasiya olmağa ehtiyac yoxdur. Çünki uğursuzluğa məruz qalmalıyıq ki, uğura gedən yolu tapa bilək. Gəldik 68-ə. 68-də biz görürük ki, boşluqdan sonra uşaqlar idarəedici şəxs müdir sözü var. Sayılan isimdir və sayılan tək isimdir. Deməli uşaqlar biz mütləq burada article qoymalıyıq. Article qoyuruqsa zaten C variantı, D variantı və Y variantı bizim heç vaxt variantımız ola bilməz gənclər. Çünki nə C-də, nə D-də, nə də Y-də heç bir article yoxdur. İkinci tərəfdə də check feili gəldiyinə görə uşaqlar bu yoxlamaq deməkdir. Və özündən sonra feillər bildiyiniz kimi zərf tələb eləyir. Zərf tələb elədiyinə görə bizdə A və B variantları hər ikisi doğru kimi görsənir hələ ki gözümüzə. Amma bilmək lazımdır ki, gənclər, ingilis dilində a little, a bit, slightly and much anlayışları mütləq şəkildə müqayisə dərəcəsi tələb eləyir. Yəni, ya tək hecalı sözün kökündə er olacaq, ya çox hecalı sifətin önündə mor olacaq. Ona görə biz burada B variantında a much careful yox, a much more careful olmalı idi. Belə bir problem var. Ona görə bizə doğru cavab olaraq formalaşır A variantı. Yəni, demək istəyir ki, Jane diqqətçil bir menecerdir, idarəecidir. O, həmişə işini diqqətlə görür. Gəldik 69-cu sualımıza. Bu bizim söz ehtiyatımızın ölçülməsi ilə bağlı olan sualdır gənclər. Bizə isimlər olan cərgəni istəyir. Biz A variantına baxanda uşaqlar burada birinci olaraq qarşımıza range sözü gəlir. Range bir neçə mənada istifadə olunur uşaqlar. Məsafə mənasında istifadə olunur, uzaqlıq mənasında, dərəcə mənasında, diapazon mənasında. Ona görə bu bir isimdir gənclər. Gəlirik B variantı deyirəm, üzr istəyirəm. İkinci sözümüzə gəlirik. Burada ritual sözünü görürük. Bu adət uşaqlar mərasim deməkdir. Biz buna custom kimi deyə bilərik, habit kimi deyə bilərik, ceremony olaraq deyə bilərik. Gəlirik görürük ki, uşaqlar burada bizdə identical sözü istifadə olunub. Identical bizdə same deməkdir uşaqlar. Same, yəni eyni deməkdir. Ona görə A variantı burada bizim doğru cavabımız ola bilməz. Çünki burada sifət istifadə olunub. B variantına keçid alsaq, gənclər, B variantında gördüyünüz kimi birinci söz olaraq general sözü var burada. Bu əli açıq deməkdir, gənclər. Necə əli açıq? Səxavətli əli açıq deməkdir. Ona görə də bu sifət olur. Bizdən isim cərgəsini istəyir amma. Həm də zaten burada same və ya yuxarıdakı identical sözünün sinonimi görürsünüz. Yenidən B variantında onu istifadə ediblər. C variantında bu səxavətlilik sözüdür. Bunu görürsünüz, yuxarıda sifət forması var, gənclər. Aşağıda bunu isim formasına çevirib. Pencil karandaşdır, volunteer da könüllüdür. Bu üç cütlükdə isimdir. Ona görə burada bizim doğru cavabımız olur C variantı. D variantında martyr, bəli, bu şəhiddir. Burada bir də festivity sözü verilib və normal bayram, yəni holiday var, onun sinonimidir, yəni bu da isimdir. Sadəcə burada problem olan fluent sözüdür uşaqlar. Bu axıcı, səlis deməkdir. Yəni nitq hissəsinə görə sifət olur. Y variantında da drought quraqlıqdır. Deməli bu isimdir. Flood daşqındır, bu da isimdir. Amma crucial vacib deməkdir, yəni important deməkdir. Bu artıq sifət olduğuna görə Y variantında atırıq.
Gəldik 70-ci sualımıza. Bayaq yuxarıda suallardan birində sizə qeyd yazdım ki, gənclər, bizdə əgər boşluqdan əvvəl to varsa, very varsa, so varsa və yaxud da rather varsa, o halda biz adi dərəcədən istifadə edirik. Burada da to var. Üzr istəyirəm, mən bunu sifət sualı ilə səhv saldım. Burada bu kəmiyyət sualı ilə əlaqədardır. To, very və so ifadələri gənclər özündən sonra ancaq artiklsız kəmiyyət zərflərini gətirə bilər. Söhbət many, much, little və few'dan gedir. O halda birinci artikllı olan variantlarımızı atırıq gənclər. Bunlar bizim doğru cavablarımız ola bilməzlər. Və boşluqdan sonra artıq cars cəmdə olduğuna görə biz much olan ifadəni də istifadə edə bilmərik. Daha sonra isə gənclər artıq bayaq dediyimiz qərara gəlirik. Gərək elə qaydanı saxlayardım. To-dan sonra biz daha çox adi dərəcə istifadə elədiyimizə görə artıq many-ni qoymamız bizim üçün kifayətdir. Yollarda daha çox maşın olduğunu qeyd edirik. Yollarda çoxlu maşınlar var. Daha çox insanlar artıq ictimai nəqliyyatdan istifadə etməlidir. Yollarda daha çox maşının olmağı daha çox tıxacın olmağına səbəb olur gənclər. Həmin tıxacın da qarşısını almaq üçün insanların daha çox nəqliyyat vasitələrindən istifadə eləməlidir kimi cümləni tərcümə edirik. Bu düşünürəm ki, sualların içində ən maraqlı suallardan biri idi. Parking cars near the school, yəni ki, məktəbin yaxınlığında maşını saxlamaq səbəb olur ciddi tıxac problemlərinə. Bura baxsaq uşaqlar, parking bizdə gerund olduğuna görə gerundun xəbəri təkdə olur. Təkdə olduğuna görə gənclər biz zaten have olan variantı götürə bilmərik. Çünki have cəm xəbərdir. Və feili təkləşdirmək üçün də uşaqlar biz onun kökünə s atırıq. Deməli 3-də də problem var. 3-ü də götürə bilmərik. 1-də kökündə s olduğuna görə bu xəbər təkdədir. Bu bizim doğru cavabımızdır. Gələcək zamanda olanda zaten sizə qeyd eləmişdim. Tək cəm söhbəti etmirik biz. Bir də 4-də də həzlə olduğuna görə deməli doğru cavablarımız olur 1, 2 və 4. Yəni doğru cavablarımız olur A variantı. İndi keçid alacağıq mətn suallarımıza. Mətndə advertising ilə bağlı bir mətindir, yəni reklamla bağlı bir mətindir. Birinci cümlədə reklamın bizim insanları cəlb edən və onları məhsullarla bağlı məlumatlandıran ən vacib üsullardan biri olduğunu qeyd olunur. Burada powerful tool əslində uşaqlar way means kimi gəlib. Onun əsas məqsədinin satışları artırmaq və daha çox insanları məhsulları almağa belə desək, vadar eləmək kimidir. Faydalarından danışır uşaqlar. Şirkətdə artım və yaxud da müştərinin inamı və yaxud da uzun müddətli işdə olan uğur. Daha yaxşı, yəni güclü reklamçılıq yeni məhsulların buraxılmasına, onun müştərilər tərəfindən cəlb edilməsinə və həm də belə desək, onların bununla bağlı məlumatlandırılmasına səbəb olduğunu qeyd edir, dəstəklədiyini qeyd edir. Həm də bu şirkətlərin bir-birinə qarşı yarış içində olmaqlarını və daha yaxşı məhsullar təklif eləməklərinə də səbəb olduğunu qeyd edir. 3 məqsəddən istifadə olunduğu qeyd olunub gənclər. Inform, məlumatlandırmaq, persuade, inandırmaq və remind, xatırlatmaq. Satışları artırır, tələbi artırır. Daha sonra müştərilərin sayını genişləndirir, artırır və artıq reklam eləmək insanlara müəyyən avantajların digər rəqiblərindən daha çox avantajlar qazanmağına səbəb olduğunu qeyd edir. Burada bir dənə vital istifadə olunub. Vital, crucial, important, essential, significant deməkdir. İndi hal-hazırda günümüzdə işlərin də dəstəklənməsində vacib bir rol oynadı. Günümüzün cəmiyyətində vacib bir rol oynadığını qeyd edir. Onlarsız işlərin müəyyən çətinliklərlə üzləşəcəyi və iqtisadiyyat zəifləyə bilərdi və yaxud da işlər ümumiyyətlə yoxa da çıxa bilərdi, itirilə bilərdi. Amma həm də qeyd edir ki, 3-cü abzası bizim üçün uşaqlar
reklamçılığın çatışmayan cəhətləri də var. Bəzən o reklam olunan məhsullardan, yəqin ki, onların bahalı olmağından söhbət gedir və yaxud da burada misleading olaraq bizə verib. Mislead o deməkdir ki, uşaqları yanıltmaq kimisə, müəyyən yanılğılara, confusiona da səbəb ola bilər, yorğunluqlara səbəb ola bilər, sonra sosial dəyərlərə təsir göstərə bilər. Bir də affect çox vaxt uşaqlar mənfi təsirlər üçün istifadə olunur, in a bad way. Amma influence həm müsbət ola bilər, həm mənfi ola bilər. Əsasən uşaqlara belə desək hədəfləndiyini qeyd eləyir və onlar bəzən elə olur ki, özlərinə lazım olmayan əşyaları da ala bilirlər, məhsulları da ala bilirlər. Artıq monopoliya yaratdığını da qeyd eləyir uşaqlar. Hansı ki, daha yaxşı şirkətlər, daha böyük şirkətlər, daha afford burada uşaqlar çox qəşəng bir feildir. Afford maliyyə cəhətdən bir şey insanın gücünü çatan zaman biz bunu istifadə edirik. Pul cəhətdən insanın gücünün çatmağı nəyəsə ödəməyə və deyir ki, burada artıq böyük şirkətlər bahalı reklamları maliyyə cəhətdən həyata keçirdə bilirlər, amma balaca bizneslər, yəni balaca iş yerləri bunu edə bilmirlər. Bu negativ tərəflərə baxmayaraq reklamçılıq hələ də məhsulların belə desək, məhsulların təşviq edilməsi, önə çəkilməsi üçün promote çox qəşəng feildir uşaqlar. Promote təşviq eləmək mənası var. Artırmaq mənası da var, improve, yəni onlara olan belə desək, marağını artırmaqdan söhbət gedir burada. İş yerlərini dəstəkləyir və iqtisadiyyatı da artırır. Qısa desək, mətndə bunlardan söhbət gedir gənclər. Bizə mətndə doğru olan mülahizəni istəyir. Mən sizə belə bir qeyd deyim ki, gənclər, çox vaxt dinləmə və mətn suallarında əgər sual variantlarında only, all və yaxud da hardly tipli anlayışlar varsa, bir də never da çox vaxt bura aid ola bilər, hətta belə deyə bilərik. Bu tipli anlayışlar olan zaman çox halda bu cümlələr avtomatik səhv variantlar olur. Məsəl üçün, burada bizdə D variantda deyir ki, ancaq sosial dəyərlərə pozitiv təsiri var. C variantda deyir ki, audience burada əslində customers mənasındadır uşaqlar. Deyir ki, şirkətlər öz müştərilərini reklamçılıq vasitəsilə güclə artırırlar, amma əksinə çox yaxşı artıra bilirlər uşaqlar. Decrease eləmir uşaqlar. Burada decrease and increase antonimdir. Burada əksinə müştərilərin inamını artırır həmin məhsula olan. A variantında da bizə deyir ki, bəli, burada convince, persuade feili ilə eyni şeydir. İnandırmaq. Yəni demək istəyir ki, reklamçılığın məqsədlərindən biri də müştəriləri inandırmaqda tamamilə doğrudur. Small business yox uşaqlar, large business. Yəni ki, böyük iş yerləri daha bahalı reklamlar edə bilirlər. Yəni kiçik iş yerləri bunu eləyə bilmir, təəssüflər olsun ki. Advertisingin, yəni reklamçılığın məqsədləri nə idi uşaqlar? Biz bunları oxuduq uşaqlar. Məqsədləri nə idi? İnsanları məhsullarla bağlı məlumatlandırmaq və həm də həmin məhsulların insanların yaddaşında çox qalmasına bəlkə səbəb ola bilər. Burada zaten only var, ona görə ola bilməz gənclər, ancaq qiymətinə yox, həm də keyfiyyətinə də yönəlməlidir. 4-də də bizə uşaqlar discourage olaraq verib, əksinə encourage. Yəni reklamın məqsədi nə idi gənclər? Əslində müştəriləri çəksin ki, özünə həmin məhsulları alsın. Gəlirik 74-cü suala. Advertising necə uşaqlar kompaniləri inspire eləyə bilər? Inspire uşaqlar burada bizdə motivate mənasında verilib. Motivate or encourage or support bunun kimi götürə bilərik. Nəyə görə eləyir uşaqlar? Bir, aralarında yarış olsun deyə, competition olsun deyə. Bir də həmin yarış səbəbi ilə onlar daha, yəni bir-birlərinə yarış içərisində olanda daha yaxşı məhsullar ortaya çıxarsınlar deyə. Yəni bu mətndə olduğu kimi verilmişdi. Hətta mən sizə onun yerini də göstərim. Buradadır uşaqlar. Yəni deyir ki, onları belə desək, ürəkləndirir ki, onların arasında yarışlar olsun və daha yaxşı şeylər neynəsinlər uşaqlar? Təklif eləsinlər. Sonra main goal of advertising də buradadır. Birdən düşünərsiniz ki, yəni əlaqələndirməyi harda eləmişik? Buradadır uşaqlar. Yəni ki, burada da hətta var, company growth olaraq da verib. Yəni ki, daha çox insanları vadar eləsin ki, məhsulları daha çox alsınlar, yəni daha çox məhsul alsınlar, daha çox insanlara belə desək təsir eləsinlər, həm də ki,
satışları artırsınlar, belə desək. 75-ci sualda da gördüyünüz kimi uşaqlar, birinci cümlədə bizə advertisementin nə olduğunu deyir. İkinci cümlədə onun benefitlərindən söhbət gedir. Üçüncü abzasda artıq onun uşaqlar belə desək drawbacklərindən söhbət gedir. Drawback yəni disadvantage deməkdir uşaqlar. Avtomatik deməli burada da fikir versiniz, onun sinonim istifadə olunub, çox qəşəng ifadədir. Positive and negative impacts of advertising, yəni ki, reklamçılığın mənfi və müsbət cəhətləri, belə desək, müsbət təsirləri. Gördüyünüz kimi uşaqlar, burada reklam və onun qiyməti deyir, ancaq qiymətindən danışılmır. Uşaqlar reklamın növlərindən, necə reklam eləyə bilərik, onun yollarından danışılır. Deməli, şirkətlər arasında olan yarışlardan qeyd edilir ki, söhbət gedir. Amma o da bir cümlədə sadəcə onun adı çəkilir ki, yəni ki, biz orada qeyd edilir ki, yəni bu istifadə olunmağı, necə desək, reklamçılığın istifadə olunmağı onların arasında yarış yaradır və bu yarışda qeyd edilir ki, artıq daha yaxşı məhsulların ortaya çıxmağına səbəb olur. Advertising of expensive products, burada belə deyir uşaqlar, yəni bahalı məhsulların reklamından söhbət gedir. Xeyr, ancaq bahalı məhsullara fokuslanmamışıq. Bir də ancaq uşaqlar discount barədə endirimdir uşaqlar. Belə desək, to get something with a reduced price, yəni azaldılmış qiymətlə bir şey almaq, belə desək. Ona görə də doğru cavabımız A olaraq tamamilə formalaşır gənclər, A ilə bütünləşir, belə desək. Gəldik 76-cı sualımıza. Burada cümləni iki sözü dəyişməklə tamamlamalıyıq gənclər. Cümləmizi mətndə tapaq sizlə bərabər və sonra onu dəyişməyə çalışaq. Gördüyünüz kimi gənclər, main goal ifadəsi olan cümlənin altından bayaq biz xətt çəkmişdik. Nə idi onu necə desək belə cümlədən cavab çıxardırdıq variantda. Ona görə altından xətt çəkmişdik. The main goal of advertising is, buradan sonraki hissəni biz dəyişməliyik uşaqlar. Müəyyən bir sözlər dəyişməliyik. İstəsəz bunu gerund tipli anlayışa və yaxud da participle tipli anlayışa da çevirə bilərsiniz. Belə də biz increase yerinə müəyyən anlayışlar istifadə edə bilərdik. Məsəl üçün grow anlayışını istifadə edə bilərdik və yaxud da expand anlayışını istifadə edə bilərdik. Bu tipli anlayışlardan istifadə edə bilərdik. Raise feilində istifadə edə bilərdik və s. və s. People yerinə biz nə istifadə edə bilərdik? Uşaqlar, humans istifadə edə bilərdik. Yəni ki, people insanlar deməkdir. Bildiyiniz kimi gənclər, biz onun yerinə nələr istifadə edə bilərik? Human beings də istifadə edə bilərdik. Biraz daha fərqli, yəni humanlar fərqli olduğunu yazmaq istəyirsinizsə, individuals istifadə edə bilərdik gənclər. Fərdlər kimi tərcümə edirik bunu. Bu tipli anlayışlar istifadə edə bilərdik. Sonra uşaqlar, biz burada buy feilinin yerinə sizə anlayış yazmaq istəyirəm. Purchase anlayışı, bu daha akademik bu arada almaq deməkdir gənclər. Biz bu daha akademik versiyanı belə desək istifadə edə bilərdik. Productda zaten bir neçəsini dəyişdik uşaqlar. Yəni da artıq belə desək hamısını dəyişməyə ehtiyacımız yoxdur. Amma productda dəyişmək istəyirsə yield olaraq, məhsul olaraq biz bunu verə bilərik. Yəni tamamilə bir-birlərindən belə desək tam əvəz edirlərmi? Xeyr, amma yəni sırf onu da dəyişmək istəyirsinizsə, yəni bunlardan və yaxud da commodity olaraq dəyişə bilərik. Bu da məhsul deməkdir. Və s. və s. Yəni bu tipli anlayışları dəyişsəz kifayət eləyir. Stock da deyə bilərdik hətta. Yəni istənilən biri ilə necə desək belə əvəz eləyə bilərik. O baxır, əslində uşaqlar, bu tipli anlayışlar biraz sizin söz ehtiyatınızdan asılı olan bir şeydir. Yəni kim istəsə, hansı söz istəsə onu dəyişir onsuz da. Keçid alırıq digər sualımıza. Digər sualda bizə to have enough money to pay for something, bir şey almaq üçün kifayət qədər pulun olmağını nəzərdə tutur. Biz bura baxsaq uşaqlar, gənclər, 3-cü abzasdan istəyir bu arada bizdən. Burada baxsaq görürsünüz gənclər, burada qeyd edib ki, belə bir cümlə var. Large companies can afford. Bu feil, bayaq sizə izah elədim, maliyyə cəhətdən insanın bir şey imkanına çatmağı deməkdir. Ona görə burada artıq bizdə doğru cavab olaraq olur afford, yəni 77-də bizdə doğru cavab olur to afford.
Bir də verb olduğu da məlumdur uşaqlar, çünki to ilə başlayıb. 78-ci sualımıza keçid alaq. 78-ci sualda bizə aşağıdaymış. 78-ci sualda bizə profit sözünün uşaqlar sinonimini istəyir. Profit fayda, gəlir. Bu mənada istifadə edirik uşaqlar. Birinci abzasdan istəyirsə əlbəttə ki, cavab benefit olacaq. Burada zaten qeyd edilib the benefits of advertising. Bu demək ki, reklamın faydalı tərəfləri hansılardır, faydalı yanları hansılardır. Deməli avtomatik burada 78-ci sualda bizə doğru cavab olacaq benefit. Bu fayda deməkdir gənclər. Sonra bizdə bir dənə essay sualı gəlir uşaqlar. Have you ever bought a product according to the advertisement? Daha əvvəl reklam vasitəsilə, yəni hər hansı bir reklama uyğun olaraq hər hansısa bir məhsul almısanmı? Bununla bağlı essay yazmalıydınız. Giriş cümləsi olaraq uşaqlar deyə bilərdiniz, demək olar ki, firstly, I have purchased a product due to the advertisement, for example. Doğrudan da mən almışam reklama uyğun olaraq bir dənə məhsul. İndi nədirsə məhsul, onu yazacağıq. Gənclər, razı qalmışıq və yaxud da qalmamışıq. Razı qalmışıqsa niyə, razı qalmamışıqsa niyə? Bunu da qeyd edə bilərik. Giriş cümləsi kimi belə bir şey də verə bilərdiniz uşaqlar. Misal üçün tutaq ki, deyirəm ki, there is a huge impact of advertisement on products we buy, for example. Bizim aldığımız məhsullarda doğrudan da reklamın güclü təsiri olur. Ondan sonra qeyd edə bilərdiniz ki, bir dəfəsində də mən bunu almışam, yoxsa almamışam. Bu tipli anlayış, yəni qeyd edə bilərdiniz. Keçid alsaq dinləmə suallarımıza gənclər. Dinləmə suallarında bizdən birinci sualda doğru olanı istəyir. Dinləməyə əsasən doğru olan variantı yazmalıyıq. Bu tərəfləri təmizləyək ki, bizi çaşdırmasın digər suallardan qalan qalıqlar. Burada birincidə bizə yağışdan əvvəl göy qurşağını görə biləcəyimizin mümkün olduğunu qeyd edir. B variantında white light'ın to be made of, uşaqlar, bu to be made of, bu ibarət olmaq ifadəsidir. Yəni ki, onun bütün göy qurşağı rənglərinin ibarət olduğunu qeyd edir ağışığın. C variantında göy qurşağında boz və qəhvəyi rəngləri görə biləcəyimizi qeyd edir. D variantında o rainbow'un növlərinin sırayla gəldiyini bizə qeyd edir. E variantında isə əksər göy qurşaqlarının gün işığı olmadan da mövcud olduğunu qeyd edir bizə. 81-ci suala gəlsək, burada single rainbow'lar haqqında danışmalıyıq. Yəni burada söhbət əsas sadə göy qurşaqlarından, tək göy qurşaqlarından gedir. Onların belə desək, yarım dairələrinin fərqli olduğunu qeyd edir. Yəni yarım dairə formalarının, yəni shape'lərinin fərqli olduğunu qeyd edir. İkidə onların stripe, bilirsiniz də uşaqlar, həmin göy qurşağının xətlərindən söhbət gedir. Rəngdən rəngə keçəndə, yəni stripe zolaq deməkdir. D3-də onların zolaqlarının parlaqlıqları ilə fərqləndiyini qeyd edir. 4-də isə ancaq western, yəni qərbi səmada görsəndiyini, yəni səmanın qərb hissəsində görsəndiyini bizə qeyd edir. 82-də nədən söhbət getdiyini istəyir bizdən. Necə olar ki, biz onların şəkillərini çəkə bilərik. Yəni söhbət göy qurşaqlarından gedir. Göy qurşağı emojiləri C variantında Newtonun eksperimentindən söhbət gedir. D variantında rənglərin mənalarından. E variantında isə rəngli yarım dairədən söhbət getdiyini görürük. 83-cü suala gəlsək, indigo haqqdadır burada. Which color between, yəqin ki, böyük ehtimal iki rəng arasında dəyişən bir anlayış olacaq. 84-cü sualda alim sözü ilə bağlı olan sifət tapmalıyıq gənclər. Sifət bildiyiniz kimi isimdən əvvəl olur gənclər. Onunla bağlı olur. 85-də də suala cavab verməliyik gənclər. Burada həm göy qurşağı, həm də göy qurşağı formasında olan bayraq emojisinin hansı xüsusiyyətləri, feature xüsusiyyət deməkdir gənclər, hansı xüsusiyyətləri belə desə ifadə elədiyini bizdən soruşur. İndi biz dinləməmizi dinləyəcəyik və buna əsasən suallarımızı işləyəcəyik ki, bizim üçün dinləmənin izahı da aydın olsun. Daha sonra isə artıq izahımız yekunlaşacaq. Is a beautiful
Dinləməni əvvəlcədən bir dənə qoşaq. Birinci dəfə səsləndirilir. Mətni dinləyin. A rainbow is a beautiful optical phenomenon. It usually appears in the western sky in the morning and in the eastern sky in the early evening. Gördüyünüz kimi uşaqlar səhər vaxtı qərb tərəfdə olduğunu qeyd edir, axşam vaxtı isə eastern, yəni şərq tərəfdə olduğunu qeyd edir. Ona görə 81-də avtomatik 4-cü sualımız səhvdir. A rainbow looks like a semicircle, but it is difficult to take a photo of the whole semicircle in one picture. A rainbow typically has 7 colors: red, orange, yellow, green, blue, indigo, and violet. Indigo is a rich color between blue and violet. Burada indigo rəngini təsnif edir uşaqlar. Deyir ki, indigo rəngi zəngin bir rəngdir və mavi və hansı rəng arasındadır? Violet. Yəni mavi rənglə bənövşəyi rəng arasındadır gənclər. Colors such as pink, gray, and brown are not in the rainbow because they are not pure colors. Gördüyünüz kimi uşaqlar deyir ki, çəhrayı, boz və qəhvəyi tipli deməli rənglər mövcud deyil göyquşağında. Çünki pure olmadıqlarına görə, deməli avtomatik burada C variantını atırıq. They are made by mixing different colors together. The colors of the rainbow always appear in the same order. Burada görsüz uşaqlar colors'ın həmişə same order'da olduğunu qeyd edir. Colors'ın. Artıq burada rainbow'nun növlərinin eyni sırada olduğunu qeyd eləmir. There are about 12 kinds of single rainbows. They differ in the colors and the brightness of their stripes. Deməli, they differ in colors, yəni rəngləri fərqli olur. Bir də brightness of their stripes. Ona görə 2 ilə 3, yəni bizə doğru cavabımız 81-də olur, A variantı. Usually appear after the rain. Burada artıq uşaqlar onun deyir ki, it actually appears after the rain. Yəni yağışdan sonra mövcud olduğunu qeyd edir. Rainbow cannot exist without rain and sunlight. Və qeyd edir ki, yağış və günəş olmadan o da mövcud ola bilməz. Deməli, zaten B variantının doğru olduğu ortaya çıxdı uşaqlar, amma indi biz dinləyək yenə də. The famous scientist Isaac Newton. Burada avtomatik Newton haqqında nə dedi uşaqlar? The famous scientist, famous məşhur olduğuna görə, it qissəsinə görə, sifət olduğuna görə, deməli 84-də bizdə olur doğru cavab olaraq famous. Was the first to explain the rainbows. His experiment proves that white light contains all the colors in the rainbow. Gördüyünüz kimi orada ağ işığın artıq bütün necə deyirlər, göy qurşağının rənglərinin onun içində olduğunu qeyd eləyir. Deməli doğrudan da 80-də doğru cavabımız B imiş gənclər. Today, the rainbow and rainbow flag emojis are symbols of positivity and pride. Gördüyünüz kimi uşaqlar, orada symbolize olaraq verib, yəni simvolu nədir onun? Bizə qeyd elədi ki, positivity, yəni pozitivlik deməkdir bu, and pride. Pozitivlik və qürur. Bu tərəfdə də yazım, sözlər orada iç-içə girdi deyə, bəlkə yanlış anlayarsınız, görə bilmərsiniz. Doğru cavabımız olur bu ikisi. Bir də ki, gənclər, nədən söhbət gedir deyəndə də avtomatik da məlumdur ki, uşaqlar necə çəkmək olar göy qurşaqlarının şəkli. Ondan bağlı sadəcə bir dənə cümlə var ki, onun tam şəkildə şəklinin çəkilməsi çətin məsələdir. Emojidən zaten ən axırıncı abzasa sadəcə söhbət gedir.
və onun flag emoji olaraq verir zaten, rainbow flag emoji olaraq. Sonra C variantında Newton eksperimenti dinləməyin hələ ən axırına düşür gənclər. Ona görə biz onu dinləmədə ümumiyyətlə nədən söhbət gedirin cavabı kimi götürə bilmərik. D variantında da rənglərin mənalarından söhbət gedir. Dinləmədə rənglərin mənalarından danışılmadı. Sadəcə göy qurşağının özündən və hansı rənglərdən ibarət olduğunu qeyd elədi. Deməli, avtomatik uşaqlar söhbət rəngli yarımdairədən, yəni rəngli yarımdairə uşaqlar natural phenomenon olan göy qurşağının parafraz forması kimi istifadə olunub. Bugünkü sınaq izahımızdan bu qədər gənclər. Ümid edirəm ki, bütün suallar sizə aydın oldu. Qaranlıq bir şey qalmadı. Gələcək sınaq izahlarında görüşmək üzrə.